Görüntüdə gördüyünüz bitki favorit bitkilərim sırasında yer alan bir bitkidir. Damotu bitkisi Leonurus cardiaca. Təbabətdə əsasən 3 növü istifadə olunur. Leonurus cardiaca daxil, Leonurus japonicus, Leonurus sibiricus. Digər 2 növlər vətənimizə xas növlər deyil. Onlardan biri qadın problemlərində istifadə olunur, digəri isə qan basıncını qurşaqdan aşağı çəkdiyinə görə kişilərdə libido artırıcı olaraq istifadə olunur. Qeyd edeyim ki, ciddi qan sulandırıcı bir bitkidir. Təbabətdə qramla istifadə olunur. Necə gəldi yüksək dozlarda istifadə eləmək olmaz, çünki qanamalara səbəb ola bilər. Qısa olaraq faydalarından danışım. Bitkimiz əsasən ürək dostudur. Ürəyin anormal atışlarını nizamlayıcı, ürəyin özünün qidalanmasını yaxşılaşdırıcı, ürək və ağciyər arasında olan əlaqəni yaxşılaşdırıcı, nəfəs darlığını aradan qaldırıcı, damarların qan keçiriciliyini yaxşılaşdırıcı, eləcə də hipertiroiddə titrəmə, əsmə, həyəcan, əsəbilik, gərginlik, stres bu kimi halları dərhal aradan qaldırıcı bir bitkidir. Təcili tibbi yardım qoymuşam bu bitkinin adını. Ona görə də favorit bitkilərim sırasında 20 ildir öz kürsüsünü tərk eləmir. Damotu bitkisi Leonurus cardiaca. Gözəl bitkini kimlər istifadə eləməməlidirlər? İlk öncə qeyd elədiyim kimi qan sulandırıcı bitki olduğuna görə daxilən və xaricən qanamalara meyilli problemləri olan insanlar istifadə eləməməlidirlər. Qadınlar menstrual dövrdə istifadə eləməməlidirlər. Menstrual dövrə yaxın dövrlərdə psixoloji durumu aradan qaldırmaq üçün çox gözəl nəticələr verir. Az dozlarda istifadə eləmək olar. Qeyd edeyim ki, adət başladıcı bir bitkidir. Yüksək dozlarından çəkinin. Təbabətdə 9-12 qram günlük istifadə göstərilsə də 2-3 qram belə çox gözəl, yumşaq təsirlər göstərir.